Qonağımız bu saatımızda Kral Layihə və Dizayn Mərkəzinin rəhbəri Elnur Bayramovdur. Bu saatımızda biz tikintiyə nəzarətdən danışırıq və sizin də suallarınız olsa bizim WhatsApp nömrəmizə yaza bilərsiniz. WhatsApp nömrəsi 055 203 1103. Bax, bu da nömrəmiz. Əlbəttə biz də söhbətimizə davam edirik. Bizim öz suallarımız da hələ var. Ən əsas nəzarətlərindən biri də təbii ki, tikintiyə dövlət nəzarətidir. Bu barədə də biz danışdıq. Və tikinti müəllif nəzarəti nədir? Bax, bu da bizə maraqlı qaldı. Müəllif nəzarəti bundan ibarətdir ki, sifarişçi layihəni kimə işlədibsə, sifarişçinin tələbi ilə həmin o layihəni çəkən təşkilatın mütəxəssisi həm memarlıq cəhətdən, həm konstruksiya cəhətdən inşa zamanı müntəzəm hər mərhələdə, binövrə mərhələsində, çala mərhələsində, örtüklərdə, ricerlərdə, sütunlarda gəlib baxıb və hər bir mərhələnin layihəyə uyğun vəziyyətdə aparılmasını təmin edən şəxsdir. Müəllif nəzarəti. Yəni müəllif bunları yoxlayır. Yoxlamalıdır və bunu da kitabçada qeyd etməlidir. Müəllif nəzarəti mütəxəssisinin verdiyi göstərişləri sifarişçi və podratçı təşkilat sorğu-sualsız həll eləməlidir. Heç bir pretenziya olmadı. Əslində bayaqdan fikir verirəm, yəni sizin danışdıqlarınızda. Mən belə başa düşürəm ki, onsuz da bilirəm ki, yəni tikinti asan məsələ deyil. Amma biz bu qədər bunlara nəzarət eləsək, tikintimiz nə vaxtda tikilib qutarar? Yox, yoxsa necə? Yəni bütün nəzarət. Çünki mənə uzun gəldi ya bu proses. Yəni baxırsan ki, adi vaxtlarda bir də xəbər tuturuq ki, bir ilə hər hansı bir tikildi, yəni uzun müddətli tikildi, qısa müddətli tikildi. Bu qədər nəzarət olmalıdırsa, bunlar olunur, bəli. Necə çatdırırlar? Fərdi yaşayış evlərindən başqa bütün binalara, bütün nəzarətlər həm texniki, yəni sifarişçi tərəfindən, həm müəllif, yəni layihəçi tərəfindən, həm də fövqəladə hallar, yəni dövlət tərəfindən tikintilərə bütün nəzarət olunur və rəsmiləşir. Əgər hansısa mərhələsində nəzarət olunmayıbsa, həmin mərhələ fövqəladə hallar tərəfindən təzədən müayinə olunur, yoxlanılır və müsbət rəy verildikdən sonra tikintinin istismara qəbul edirlər. O rəy olmasa qəbul edilmir. Müsbət rəyi